Bu videoda biz inşallah dekoder nədir, multiplexer, demultiplexer nədir bunları ələ alacağıq. Bu komponentlərin kompüterlərimiz içərisində bir neçə fərqli yerdə və bir neçə fərqli məqsəd üçün istifadə olunur. Yəni istifadə yerləri çox fərqlidir. Amma biz burada, məsəl üçün əvvəlki videoda keçmişdik, adres xətti, data xətti, oralar üzərindən nümunələr verərək sizə real olaraq harda istifadə olunur, onu göstərməkdir niyyətim. Bu dekoder adlandırdığımız şey nədir? Dekoder, burada bizim 3 dənə inputumuz var. Burada isə 8 dənə outputumuz var. Bu o deməkdir ki, burada 3 dənə inputdan istifadə edərək 8 dənədən hər hansı birini biz aktiv eləyə bilirik. Misal üçün, buradan gəlsə əgər 1, 0, 1 inputu gəlsə, daha doğrusu burada yazım qoy. 1, 0, 1 inputu gəlsə, o zaman bu neçəyə bərabərdir? 5-ə bərabərdir. Sıfırdan da saymağa başladığımız üçün 0, 1, 2, 3, 0, 1, 2, 3, 4, 5, bura 6-cıya. Bunu aktivləşdirəcək avtomatik olaraq. Və bunu dəyişməklə, yəni prosesor deyək ki, yaddaş qurğusu ilə əlaqə saxlamaq istəyir də və oradakı hər hansı bir, hər biri bir dənə yaddaş qurğusuna qoşuldudur deyək də. Və bu siqnallarla o demək istəyir ki, hansı xəttə qoşulu olan yaddaş qurğusunu mən istifadə eləmək istəyirəm prosesor. O zaman bu siqnallar vasitəsilə dekoder başa düşəcək ki, misal üçün 1-0-1 göndərəcək və bu da 6-cı xəttə 5 olmağına baxmayaraq 6-cıya düşür. 6-cı xəttə qoşulmuş yaddaş qurğusunu aktivləşdirəcək və digərləri isə deaktiv vəziyyətdə qalacaq. Dekoderin bir istifadə yeri budur. Ancaq videonu uzun tutmaq istəmədiyim üçün hər birinə detaylı şəkildə girməyəcəm. Bundan əlavə bizdə var multiplexer. Multiplexer nədir? Multiplexer dediyimiz şey, əslində bunların hamısı aşağı-yuxarı bir-birinə oxşuyur. Burada nədir bizdə? Yenə bu dəfə 8 dənə bizim inputumuz var. Mən buradan deyək ki, 1, 0, 1, 0, 0, 1, 1, 1. Belə bir hər birinə data gəlir. Bu kontrol siqnallar vasitəsilə bu gələn datadan birini götürüb, misal üçün üçüncünü götürüb bu outputa verə bilirik biz. Misal üçün bura əgər gəlsə, üçüncünü ötürmək üçün bizə neçə lazımdır? 0, 1, 0 lazımdır da. Bu 2 deməkdir. 0, 1, 2. Bu aktivləşəcək və həmin bu üçüncü xəttə gələn data nədirsə 1-dir. Həmin xətt gəlib daxil olacaq bu outputa. Demultiplexer isə bunun tam tərsidir. Demultiplexer nədir? Orada isə biz 8 dənə output var və bu kontrol siqnallarından istifadə edərək buradakı inputu bunlardan hər hansı birinə biz yönləndirə bilərik. Misal üçün deyək ki, bu neçəncidir? 5-cidir. 5-ciyə yönləndirmək üçün biz 1, 0, 0 göndərsək bura 4 eləyir bu da. 0, 1, 2, 3, 4. Həmin bu input bu 4-cü, daha doğrusu 0, 1, 2, 3, 5-ci outputa yönləndiriləcək. Yəni, həmin bu inputu biz bura yaza biləcəyik. Deyək ki, bunların hərəsində bir dənə xana var. Misal üçün deyirəm də, yaddaş hüceyrəsi var da. Bir bit məlumatı yadda saxlamaq üçün yaddaş hüceyrəsi var. Bunların da hər birinin içərisində bir dənə məlumat var. 0, 1, 1, 0. İndi biz buradan məlumatı o yaddaş hüceyrələrindən hər hansı birinə yazmaq istəyirik. Misal üçün, bir məlumatını onlardan birinə yazmaq istəyirik. Bir məlumatını 5-ci hüceyrəyə yazmaq istəyirik. Inputa 5 göndərəcəyik, kontrol siqnallara 5-cinin adresini, yəni 100 göndərəcəyik və avtomatik olaraq bu bir gəlib həmin bu 5-ci ləkə, 5-ci yaddaş hüceyrəsini saxlamaq üçün komponentə yazılacaq. Bu tipli istifadə eləyə bilərik bu demultiplexerdə. Bunları bəs necə biz logic qeydlərdə, yəni məntiq qaplarından istifadə edərək təşkil qura bilərik, təşkil eləyə bilərik. Gəlin ona da baxaq. Burada mən dekoder implementasiya eləmişəm. Bu dekoder nə idi dedik ki, verilən inputlar əsasən outputlardan hər hansı birini aktivləşdirə bilir. Misal üçün, burada yaddaş qurğuları nümunəsi vermişdik. Mən yaddaş qurğularını lampa ilə əlavə eləmişəm də. Bu 8 dənə lampadan hər dəfə birini yandırmağa bu qurğu bizə imkan verəcək. Yəni 8 dənə lampamız var, 8 dənə adres deməkdir. Bu 8 adresi də 3 bitdən istifadə edərək, 2 üzərin formuluna əsasən 3 bitdən istifadə edərək biz adresləyə bilərik. Və hər biri üçün də bir dənə AND gate qoymuşam. AND gate'in də xarakteristikası nə idi? Onun outputunun 1 olması üçün inputuna daxil olan məlumatların hər biri 1 olmalıdır. İndi bu 000-cı adresdir. Yəni 000 gələndə bu yanmalıdır. Bunun üçün biz nə edirik? Və ancaq AND gate'də dedik ki, hər biri 1 olmalıdır da. 0 budur, 1 budur. Biz ona görə nə edirik? Bir dənə NOT gate qoşuruq
və birinci input, birinci, ikinci və üçüncü inputdan hər birinin not ucundan çıxanı gətirib qoşuruq bura. Niyə? Çünki bu 0-0-0-dırsa bunu 1-1-1-ə çevirməliyik ki, bu yansın. Və bu şəkildə də biz bunu yandıra bilirik. İkincini yandırmaq üçün isə nə edirik? Bu birincini birbaşa qoşuruq. Zaten bu 1-dir də. İkinci və üçüncünü isə gətirib not ucundan qoşuruq. Və bu nəticədə nə olacaq? Bunları da notdan qoşduğumuz üçün 1-1 olacaq. Hər üçü 1-1-1-1 və nəticədə bu yanacaq. Və digərləri də eyni qaydada implementasiya olunacaq. Multiplexerdə, demultiplexerdə aşağı yuxarı oxşar bir şeydə hər birini ayrı-ayrı çəkməyəcəm də.